29-cu test tapşırığına baxaq. Vaxt fərqi 72 dəqiqə olan A və B məntəqələri arasındakı həqiqi məsafəni tapın. Biz burada vaxtı birinci dərəcəyə çevirməliyik. 72 dəqiqə vaxt fərqi var. Biz də bilirik ki, qaydadan deməli 1 dərəcəmiz 4 dəqiqədir. 72 dəqiqə bəs neçə dərəcə olar? X. Yəni 72 bölürük 4-ə 18 dərəcə. Deməli, A və B arasında 18 dərəcə vaxt fərqi var və ekvator xətti üzərində 1 dərəcəmiz və biz bunu kilometrə çevirməliyik. 1 dərəcəmiz bilirik ki, 111 kilometrdir. 18 dərəcəyə də x kilometr yazıb məsafəni, həqiqi məsafəni tapırıq. Bu da 1998 kilometr. 1998 kilometr düzgün cavab D bəndi. Daha sonra 30-cu test tapşırığına baxaq. 5-ci saat qurşağının orta meridianını tapın. 5-ci saat qurşağı ümumiyyətlə hər hansı bir saat qurşağının orta meridianını tapılanda şərq yarımkürəsindəki saat qurşağında həmin saat qurşağını 15 dərəcəyə vururuq. Çünki yer 1 saatda 15 dərəcə dönür. 5-i 15-ə vururuq 75 dərəcə şərq uzunluğu. 75 şərq uzunluğu. Ona görə ki, 1-dən 11-ə qədər olan saat qurşaqları şərq yarımkürəsində yerləşir. Doğru cavab B bəndi. 31-ci test tapşırığına baxaq. Vaxt fərqi 1 saat 40 dəqiqə olan A-B məntəqələri arasında məsafə 1 bölünsün 22 milyon miqyaslı xəritədə nə qədər olar? Yenə biz aradakı vaxt fərqini dərəcəyə və kilometrə çevirməliyik. 1 saat 40 dəqiqə. Deməli, 1 saat 40 dəqiqəni dərəcəyə çevirək. 40 dəqiqəni dərəcəyə çevirək. 1 saatımız 15 dərəcədir, yazırıq. 40 dəqiqəndə 1 dərəcə 4 dəqiqə olduğuna görə 4-ə bölürük 10 dərəcə. Yəni bu cəmi 25 dərəcə. Yəni AB arasında 25 dərəcə məsafə var. Həmin bu 25 dərəcəni kilometrə çeviririk. 1 dərəcəmiz 111 olduğuna görə 25-i vururuq 111-ə. 2775 kilometr. Daha sonra nə deyir? AB məntəqələr arasındakı məsafə, yəni 2775 kilometr, 22 milyon miqyaslı xəritədə nə qədər olar? Miqyası çeviririk izahlı formaya. 1 santimetrdə 220 kilometr. 1 santimetrdə 220 kilometrdirsə, bəs 2775 kilometrə neçə santimetr olar? Tənasübdən də həll edəndə 2775-i 220-yə bölürük. 12,6 santimetr. 12,6 santimetr doğru cavab Y bəndi. Otuz ikinci test tapşırığına baxaq. Bakıda saat 18:00 olarsa, ondan 75 dərəcə qərbdə yerləşən məntəqədə yerli vaxtı tapın. Bakının koordinatları deməli 50 şərq uzunluğu 32-ci. 50 şərq uzunluğunda saat 18:00-dur. Bu da qeyd eləyək. Bakıdan 75 dərəcə qərbdə yerləşən məntəqədə 50 şərq uzunluğundan 75 dərəcə qərbə getmək lazımdır. Birinci növbədə biz bilirik ki, şərq uzunluqları sağa doğru artır. Yəni qərbə doğru hərəkət edib Qrinviçə çatırıq. Birinci başlanğıc meridiana. Neçə dərəcəsini? 50 dərəcəsini Qrinviçə çatırıq. Yerdə qalan 25 dərəcəni də qərb yarımkürəsinə keçirik. Yəni 25 dərəcə qərb uzunluğuna çatmış oluruq. Və burada bizdən soruşur həmin məntəqədə yerli vaxtı. Bakıda 18:00. Arada fərq nə qədərdir? 75 dərəcə. 75 dərəcəni çeviririk saata. 75-i bölürük 15-ə. 5 saat. Deməli, arada 5 saat fərq var. Və şərq uzunluğunda dayanmışıq, qərbə doğru hərəkət edirik, düzdür? Biz də bilirik ki, qərbə doğru getdikcə saat geriləyir, yəni vaxt azalır. 18:00-dan 5:00 çıxmaq lazımdır.
O da 13:00. Deməli, bu məntəqədə yerli vaxt 13:00 olacaq. Doğru cavab B bəndi. 33-cü test tapşırığına baxaq. Aralarında 160 dərəcə meridian fərqi olan iki məntəqə arasında nə qədər zaman fərqi var? Təbii ki, dərəcəni biz çevirəndə zamana 15 dərəcəyə bölməliyik. 160 dərəcəni bölürük 15-ə. O da 10 saat 40 dəqiqə. 10 saat tam bölünür 150 dərəcə. Yerdə qalan 10 dərəcəni vururuq 4-ə 40 dəqiqə. 10 saat 40 dəqiqə doğru cavab Y bəndi. Daha sonra 34-cü test tapşırığına baxaq. Turist 175 qərb uzunluğundan ekvator boyu martın 15-də 270 dərəcə azimutla cəmi ilə 666 kilometr üzdü. Turistin gəlib çatdığı məntəqənin coğrafi koordinatını və ayın tarixini müəyyən edin. Deməli, diqqətlə baxaq. Turist ekvator boyu, yəni ekvator xətti üzərindən və 175 qərb uzunluğundan, baxın, bu nöqtədən hərəkətə başlayıb. Hansı istiqamətdə? 270 dərəcə azimutla qərb istiqamətində 15 martda, yəni burada 15 martdır, 666 kilometr üzmüşdür. 666 kilometr neçə dərəcədir? Bölürük 111-ə, buradan tapırıq ki 6 dərəcə. Deməli, turist 6 dərəcə qərbə doğru hərəkət edib. Qərb uzunluqları 0-dan sola 180-ə doğru artdığına görə biz birinci həmin o 6 dərəcəlik yolun 5 dərəcəsini gəlib çatırıq hara 180 dərəcəlik meridiana. Daha sonra yerdə qalan 1 dərəcəni isə gəlirik 179 dərəcə şərq uzunluğuna. Yəni bu 180 dərəcəlik meridianı keçməklə tapırıq. 179 şərq uzunluğu. Biz koordinatı müəyyən etdik. İndi gəlin ayın tarixinə baxaq. Qərb yarımkürəsində bir məntəqədə dayanmışdıq. 15 mart idi. Şərq yarımkürəsində həmişə qərbə görə vaxt bir gündən olur, irəli olur. Yəni vaxt daha irəli olur. 15 mart burada isə olacaq nə? 16 mart. Deməli, koordinatı 179 şərq uzunluğu, ayın tarixi 16 mart. 179 şərq 16 mart. Doğru cavab B bəndi. 35-ci test tapşırığına baxaq. 4 yarımkürədə yerləşməyən saat qurşaqları. Bu şifahi testi belə deyək də, ümumiyyətlə biz bilirik ki, 0-cı və ya 24-cü və 12-ci saat qurşaqları 4 yarımkürədə yerləşir və onları çıxmaqdan qalanlarını tapa bilərik. Məsələn, burada 12 çıxılır, burada 24, 24 və 12. Doğru cavab A bəndi, yəni 35-ci sual A bəndi olacaq. 36-cı suala baxaq. 21 mart günü Günəş 10 şərq uzunluğundakı A məntəqəsindən neçə dəqiqə əvvəl 30 şərq uzunluğundakı B məntəqəsinə çıxmışdır? B məntəqəsində çıxmışdır. Deməli, 21 mart günüdürsə, deməli ekvator xətti üzərindədir. 10 şərq uzunluğundakı məntəqədə, 10 şərq uzunluğundakı məntəqədə A məntəqəsində Günəş neçə dəqiqə əvvəl 30 şərq uzunluğunda B məntəqəsinə çıxmışdır. Bu nə deməkdir? Yəni, ümumiyyətlə biz bilirik ki, Günəş şərqdə çıxır, qərbdə batır. Yəni, Günəşi birinci görən şərqdə olan məntəqədir. Yəni, Günəş birinci daha şərqdəki məntəqədə çıxır. Sadəcə bizdən soruşur ki, bunların fərqi nə qədərdir? Yəni, burada Günəş çıxandan neçə dəqiqə sonra A məntəqəsi, daha doğrusu, bəli, neçə dəqiqə sonra A-da çıxmışdır və yaxud da ki, belə deyək, A məntəqəsində neçə dəqiqə əvvəl B-də çıxmışdır. 30 şərq uzunluğu, 10 şərq uzunluğu. Eyni yarım kürədir, nə edirik? Çıxırıq. 30 şərq çıxılsın 10, 20 dərəcə. 20 dərəcəni də vaxtı çevirəndə 1 dərəcəmiz 4 dəqiqə olduğuna görə vururuq 4-ə 80 dəqiqə. Deməli, doğru cavab C bəndi. 37-ci test tapşırığına baxaq. 6-cı saat qurşağının orta meridianı ilə 11-ci saat qurşağının orta meridianı arasında dərəcə və vaxt fərqini tapın.
Bunu iki yolla həll eləmək olar. 11-dən saat qurşaqlarını bir-birindən çıxıb 15-ə vurmaqla və yaxud ayrıca meridianlarını tapmaqla. Biz ən qısa yolla həll eləyək. 11-dən çıxırıq 6-nı, qalır 5. 5-i də vururuq neçəyə? 15-ə. Niyə? 1 saatımız 15 dərəcədir. 75 dərəcə. 75 dərəcəni də dəqiqəyə çeviririk. Necə? 4-ə vurmaqla. Çünki 1 dərəcəmiz də 4 dəqiqədir. Bu da eləyəcək 300 dəqiqə. Və yaxud da ki, elə birbaşa 5 saatı 60 dəqiqəyə də vurmaq olardı ki, 300 dəqiqəni tapmaq üçün. Doğru cavab 75 dərəcə və 300 dəqiqə D bəndi. 38-ci test tapşırığına baxaq. 60 dərəcə qərb uzunluğunda saat 19:00 olarsa, 15 dərəcə şərq uzunluğunda saat neçə olar? Deməli 38. 60 dərəcə qərb uzunluğunda saat 19:00-dur. 15 dərəcə şərq uzunluğundan şərqdə olacaq. Burada saat neçədir? Təbii ki, burada Greenwich meridianı yerləşir. Biz birinci növbədə bu iki məntəqə arasında dərəcə fərqini tapırıq. 60-dan 15-ə qədər neçə dərəcə fərq var? 75 dərəcə. Çünki fərqli yarımkürədə toplayırıq dərəcə fərqini tapanda. 75 dərəcəni də çeviririk saata. 75 dərəcəni saata çevirəndə də 15-ə bölürük. 5 saat tam düşür. 5 saat deməli. Bu iki nöqtə arasında məsafə var. Və burada saat verilib 19:00. 15 şərq uzunluğunda saatı soruşur. Biz şərqə doğru hərəkət eləmiş oluruq. Ona görə vaxt irəli gedir. 19:00-nun üstünə də 5-i gəlirik. 5:00. O da 24:00. Yəni gecə yarısı olacaq. Baxaq variantlara. 24:00. Yəni 00:00 B bəndi. Doğru cavab B bəndi. 39-cu test tapşırığına baxaq. Sxemə əsasən el məntəqəsinin coğrafi uzunluğunu tapın. Deməli, K-nın coğrafi uzunluğunu verib 22 şərq uzunluğu və burada saat verilib 18:44. El məntəqəsi K-dan şərqdədir. Orada saat verilib 19:56 uzunluğu soruşur. Biz birinci növbədə K və el arasındakı vaxt fərqini tapırıq. 39-cu. 19:56-dan birinci növbədə çıxırıq nəyi? 18:44-ü. 1 saat 12 dəqiqə. Vaxt fərqi var, saat fərqi var. 1 saat 12 dəqiqəni də dərəcəyə çeviririk. 1 saatımız 15 dərəcədir. 12 dəqiqəmizi çevirəndə 12-ni 4-ə bölürük 3 dərəcə. Deməli, cəmi 18 dərəcə fərq var K-nın elin arasında. Və el K-dan hansı istiqamətdədir? Şərq istiqamətində. Deməli, 22 şərq uzunluğundan 18 dərəcə şərqə gedirik. Yəni 22-nin üzərinə 18-i gəlməliyik. 22 dərəcənin üstünə 18 gəlirik. 40 dərəcə nə? Şərq uzunluğu. Deməli, el məntəqəsi 40 dərəcə şərq uzunluğunda yerləşir. Doğru cavab A bəndi.